Azərbaycan Xalq Parlamentinin millət vəkili, Aba Media YouTube kanalının rəhbəri və aparıcısı Teymur Eminbəylinin Azərbaycan Xalq Parlamenti millət vəkillərinə müraciəti. Dəyərli millət vəkillərimiz, ağır, lakin olduqca məsuliyyətli bir dövrdən keçirik. Azərbaycandakı qondarma həbslər, müxalif qüvvələrin susturulmasına, xalqın tamamilə çöktürülməsinə yönəldiyi bir zamanda mənsub olduğumuz xalq parlamentinə də əl uzadılıb. Parlamentə rəhbərlik edə bilməyən hazırki rəyasət heyəti və sədr kimlərəsə düşmən qüvvələrin təsiri altında parlamenti ya bu cür diktatura şəklində idarə etməyə davam etməyi, ya da parçalamağı qarşılarına məqsəd qoymuşdu. Bunu neçə günlərdir davam edən nəticəsiz danışıqlarımız və son olaraq seçki komissiyası və rəyasət heyəti üzvləri arasındakı dünənki görüş bir daha ortaya qoymuş oldu. Belə olmasaydı, hər hansı bir kompromisə nail olub yolumuzu bu rəyasət heyəti ilə davam etdirə bilərdik. Sədr hələ də asıb kəsməkdə